Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bu videomda süfrənizi bəzəyəcək çox dadlı bir salat hazırladım. Salatı diametri 20-nin 20-yə olan belə bir kvadrat çəmbərin içində hazırlayacağım. Çəmbəri qoyuram padnosun içinə, üzərinə salafan streç çəkib, əlimlə düzəliş verirəm. Bura ilk olaraq süzgəcdən keçirdiyim 100 qram Holland pendirini tökürəm. Və pendirin üzərinə krem torbasına tökdüyüm mayonezi vururam. Bura tökürəm süzgəcdən keçirdiyim bişmiş 4 ədəd yumurta sarısı, onun da üzərinə zövqə görə duz, istiot səpirəm. Yenə mayonez gəzdirib, onun da üzərinə süzgəcdən keçirilmiş 3 ədəd bişmiş kök tökürəm. Və yenə eyni qayda ilə mayonez, yenə süzgəcdən keçirilmiş 3-4 ədəd duzlu xiyar tökürəm. Xiyar sulu olsa artıq suyunu biraz sıxıb tollayırıq ki, salat sulanmasın. Yenə mayonez və üzərinə bişmiş, didilmiş toyuq sinə əti. Əti bişirdiyim zaman duz vurmuşam deyə duz səpmirəm. Mayonezin üzərinə son olaraq süzgəcdən keçirilmiş 2 bişmiş kartofu da tökürəm, duz, istiot vurub, streclə bu formada büküb 1 saat soyuducuya qoyuram. Servis edəcəyim qabın orta hissəsinə biraz mayonez gəzdirirəm. Salatın strecini açıb boş qaba tərs çevirirəm. Çəmbəri və streci çıxardıb salatın üzərinə və kənarlarına mayonez vururam. Lent şəklində kəsilmiş 2 yağlı kağızı bu formada qoyub, salatın kənarlarını süzgəcdən keçirilmiş yumurta ağı və bişmiş çuğundurla bəzəyirəm.
Bu da bizim şənlik süfrələrimizi bəzəyəcəyimiz çox dadlı salatımız. Gələn görüşlərə dək hələlik.